Fiqurların sahəsinə aid sualın izahına baxaq. ABCD kvadratında AY bərabərdir 15, FD bərabərdir 6, BY bərabərdir YF olarsa kvadratın sahəsini tapın. Verilmiş ölçüləri kvadratın üzərində qeyd edək. AY 15-dir, FD 6-ya bərabərdir. Kvadratın tərəfini x ilə işarə etsək, onda CF məsafəsi x çıxılsın 6-ya bərabər olar. ABY bucağına bir alfa bucağı demiş olsaq, onda CBF bucağı 90 çıxılsın alfaya bərabər olar. ABY üçbucağında kosinuslar teoremini tətbiq etməyə çalışaq. Belə ki, BC tərəfi x-ə bərabərdirsə, AB tərəfi də x-dir və BY və YF bir-birinə bərabərdir deyənə burada bir y məsafəsi deyə bilərik. Onda ABY üçbucağında kosinuslar teoreminə görə 15-in kvadratı bərabərdir x kvadratı üstə gəlinsin y kvadratı çıxılsın 2 vurulsun x vurulsun y vurulsun kosinus alfa olar. Kosinus alfanı BCF üçbucağından təyin etməyə çalışaq. Sinus 90 çıxılsın alfa bucağı üçün qarşıdakı katetin, yəni x çıxılsın 6-nın hipotenuza, yəni 2y olan nisbətinə bərabər olar. 90 dərəcədə ad dəyişir, birinci rübə düşdüyündən işarə dəyişmir. Onda alarıq kosinus alfa bərabərdir x çıxılsın 6 bölünsün 2y. Kosinusun ifadəsini birinci tənlikdə yerinə yazaq. 15-in kvadratı, yəni 225 bərabərdir x kvadratı üstə gəl y kvadratı çıxılsın 2 vurulsun x vurulsun y vurulsun x çıxılsın 6 bölünsün 2y. Buradan 2-lər və y-lər ixtisar olundu. 225 bərabərdir x kvadratı üstə gəl y kvadratı çıxılsın x kvadratı mənfini mənfi 6-ya vursaq üstə gəlinsin 6x alınır. Buradan x kvadratları islah olundu. 225 bərabərdir y kvadratı üstə gəlinsin 6x və yaxud y kvadratı bərabərdir 225 çıxılsın 6x olar. Digər tərəfdən BCF düzbucaqlı üçbucaq olduğundan onda Pifaqor teoremini tətbiq edə bilərik ki, x kvadratı üstə gəlinsin x çıxılsın 6-nın kvadratı bərabərdir 2y-in kvadratı olar. Bu da x kvadratı üstə gəl x kvadratı çıxılsın 12x üstə gəlinsin 36 bərabərdir 4y kvadratı. Y kvadratını gətirib burada yerinə yazsaq 4 vurulsun 225 çıxılsın 6x olar. 2x kvadratı çıxılsın 12x üstə gəlinsin 36 bərabərdir 900 çıxılsın 24x. Hədləri sol tərəfə keçirsək 2x kvadratı üstə gəlinsin 12x çıxılsın 864 bərabərdir 0 olar. Buradan da x kvadratı üstə gəlinsin 6x çıxılsın 432 bərabərdir 0 alınır. Bu kvadrat tənliyin kökləri x1 bərabərdir mənfi 24 və x2 bərabərdir 18 olar. Mənfi 24 tərəf ola bilməz. Onda tənliyin kökü olaraq x bərabərdir 18 qəbul edirik. Kvadratın sahəsi s bərabərdir AB-nin kvadratı, yəni x kvadratı, x-i də 18 olaraq tapmışıq, yəni 18-in kvadratı bərabərdir 324 taparıq. Doğru cavab C variantı olar. İndi isə ikinci üsulla bu məsələni həll etməyə çalışaq. Yenə də verilmiş ölçüləri üzərində qeyd eləsək, bura 6, bura 15, bura bir x deyirik. Y nöqtəsindən BC-yə bir perpendikulyar endirdik. Y nöqtəsi orta nöqtə olduğundan bura y məsafəsidir. Onda bu YH məsafəsi orta xətt olar ki, uzunluğu x bölünsün 2-yə bərabərdir. Eyni zamanda AB-yə də Y nöqtəsinə bir perpendikulyar endirdik. Perpendikulyar endirsək, kvadratın tərəfinin x üstə gəl 6 olduğunu nəzərə alsaq və bu orta nöqtə, H nöqtəsi orta nöqtə olduğundan x üstə gəl 6 bölünsün 2-yə bərabər olan bir məsafə alırıq ki, burada x üstə gəl 6 bölünsün 2 olar.
Digər tərəfdən x məsafəsi 2 bərabər hissəyə bölündüyündən bura x bölünsün 2 olar. Bura bir f nöqtəsi desək, o zaman AF məsafəsi x bölünsün 2 üstə gəlinsin 6, yəni x üstə gəlinsin 12 bölünsün 2-yə bərabər olar. Burada alındı üçbucaq A, F, Y. Bu üçbucaq düzbucaqlı üçbucaq olduğundan Pifaqor teoremini tətbiq edə bilərik. X üstə gəl 12 bölünsün 2-nin kvadratı üstə gəlilsin x üstə gəl 6 bölünsün 2-nin kvadratı bərabərdir 15-in kvadratı. Kvadrata yüksəltsək x kvadratı üstə gəl 24x üstə gəlinsin 144 bölünsün 4 üstə gəl x kvadratı üstə gəl 12x üstə gəl 36 bölünsün 4 bərabərdir 225. Hər tərəfini 4-ə vursaq, x kvadratı üstə gəl 24x üstə gəl 144 üstə gəlinsin x kvadratı üstə gəl 12x üstə gəlinsin 36 bərabərdir 900. 2x kvadratı üstə gəlinsin 36x üstə gəlinsin 180 bərabərdir 900. Buradan da 2x kvadratı üstə gəl 36x çıxılsın 720 bərabərdir 0 tənliyini alırıq. Hər tərəfini 2-yə bölsək x kvadratı üstə gəl 18x çıxılsın 360 bərabərdir 0 olar. Bu kvadrat tənliyin kökləri x1 bərabərdir -30, x2 bərabərdir 12 olar. -30 kənar kökdür, kvadratın tərəfi mənfi qiymət ola bilməz. Onda buradan da kök olaraq 12-ni təyin etmiş oluruq. Kvadratın sahəsi S bərabərdir CD-nin kvadratı və yaxud da ki, x üstə gəl 6-nın kvadratı şəklində yazıla bilər. Buradan da x-i 12 tapmışıq. 12 üstə gəl 6-nın kvadratı bərabərdir 18-in kvadratı. O da bərabərdir 324 edər.